Sağa döndər. Mən sürəndə tormuza bir dənə basırdım. Tormuzda saxla sürür. Mən nə edirsən ama? Maşın sürür. Ne qışqırırsan? Bilmirəm, belə. Saxla. Все. Sağ. Saat 8-dir, yaxşın səsinə oyanmışam. İyun ayındakı yağışa bax. Gülümü qoyum, gülüm də biraz sulansın. Biz də biraz dökülür, pəncərə açıqdır. Ama çok geçen görünür, çok güzel yağışlar. Təzə remont olmuş otağımızda və pişim. Kızlar, bir de mən demiştim ki, part 3 gələcək, otağın dizaynına aid qalan şeylər də tamamlayım gələcək. Yox, hissə hər vlogda nə aldıq, nə təzə olacaqsa onları paylaşacağım. Yəni hər vlogda evdən bir hissə olacaq. Gəlmişəm Mamagildəyəm. Trendyoldan qazlarım var idi, onları da götürdüm. İndi açacağım, baxaq içində nə var. Bir dənə Ruslana corab seti almışam. Bir də buxur seti. Bu corab setidir. Çox keyfiyyətli corablardır. Corab yaxşıdır. Təbii tərkibli corab yaxşıdır. Ayağı tərlətməyən, nəfəs alan, hava keçirən corablar yaxşıdır. Və inanın ki, o qədər yumuşaqdır. Çox yumuşaq. Kapron corablar kimidir də, yup yumuşaqdır. Bunu geyinəndən sonra Ruslan mağazadan alınan biri 40 qəpiyə, yəni biri 1 manat olan corabları geyinmir. Bu corab setinə 20 manat vermişəm. Bunu biri ilə yaxın geyinəcək. Böyle 2 dənə qaradır. Buralarında belə fərqli xətlər olur. O birislərdə belə rənglərdədir. Çox qəşəngdir, çox bəyənirəm. Bunu artıq 3-cü, 4-cü dəfədə alıram. Hər il alıram, 1 il geyinir, bəs eləyir. Buxura da qalanda mən bundan sifariş eləməmişdim. Mənim orada zakaz elədiyim başqaydı. Bunlar səhv göndəriblər. Mən bunların iyini bəyənmirəm. Çox kəskin olur bunların iyisi. Bunların iyi çox kəskin olur. Heç xoşuma gəlmədi. Özü Hindistanındır. Mən bunları sevmirəm. İndi yazacağım Trendyol'a. Mən istədiyimi atacağım sahasını istəyirdim. Trendyol'a yazacağım. 20 dənədir. Bunlara da ümumi ikisinə 55 manat kargo daxil pul vermişəm. Kargosunun ödəməsi daxil 55 manat pul vermişəm. Amma buna dəyməz yəni. Yazacağım. Qızlar, deməli nə oldu? Mən sifariş elədiyim buxur bundan deyildi. İndi ekrana buralarda bir yerə qoyacağım şəkildə hansına zakaz eləmişdim. Mən həmişə ondan işlədirəm. Onun ətri çox xoşuma gəlir. Buxur ümumiyyətlə çox faydalıdır da. Evdə ağır auranı təmizləyir. Ümumiyyətlə otağın qoxusunu gözəlləşdirir. Baxırsınız hansı qoxunu sevirsiniz də. Mən bunların hamısının qoxusunu açığı sevmirəm. Bəzilərini ayaq yolunda istifadə edirəm. Amma otağın qoxusunu yaxşılaşdırır, aurasını yaxşılaşdırır, ağırlıq varsa götürür, hətta avtoqanadları belə evdən uzaqlaşdırır da, yəni tüstü olduğuna görə. Ümumiyyətlə yazdım Trendyol'a, dedim ki, mənim zakaz elədiyim məhsuldan, şəkildəki məhsuldan mənə gələn məhsul bir deyil. İnanın heç üstündən bəlkə bir 10 dəqiqə keçmədi. Sıraz yazdılar ki, təzə məhsulu göndərmişik yoldadır. İndi o da gəlsin, onu da sizlə bölüşəcəm, sizə göstərəcəm. Burada hansı qoxular var göstərim. Vanil. Bu nədir? Lily. Sonra cherry. Bu çox sərt olur, bu qoxumu sevmirəm. Bunu yandırdım, şirindir, çox da açıq, xoşuma gəlmədi. Bal iyisi. Bu nədir? Sandalwood. Sandalwood açıq, çox xoşuma gəldi. Mənim ən favori qoxum əmbərdir. Əmbərin bir də almond da sevmirəm. Daha sonra burada nə var bizdə? Bu da ümumiyyətlə wood qoxularını sevmirəm, çünki ağır olur iyisi. Bunu birinci dəfə prob eləyəcəm. Red Rose deyirlər ki, bu da qəşəngdir, bilmirəm qoxusunu. Sonra Wild Leach. Wild Leach bu qoxunu da bilmirəm. Sonra bunu da bilmirəm. Bu arada düşünürəm ki, bu qəşəng olar. Daha sonra içine bir dənə hədiyyəli belə bir sülük qoyublar. Heç qəşəng deyil, açığı dua. Dua, bu necə bir şeydir bilmirəm, dua. Üstündə məkik çəkili var. Bunu da yoxlamaq lazımdır. Sonra burada nə var? Desire. Neyse. Sonra yenə bundan eyni. Food qoxularını coconut. Will Sage. Cherry Gold. İki dənədən, bunlardan iki dənə deyil. Bunlardan yandırım görüm, amanın az xoşuna gəlsə bunları verim amaya. Qalanını aparacağım. Elə, o birisi də yoldadır. Demək, bayaq Mamagildəydim. Sağ olsun, mama çələyə mürəbbəsi eləmişdi özü üçün. Qəşəng çıxmışdı, dedim mənim üçün də eləsin. Ortaq mən çələyə aldım. Mama da pişirdi, sağ olsun. Belə bir mürəbbə çıxıb. Bu da qış tədarükümdür. Çələyə mürəbbələri. Bunu da Ruslana gəlib, hədiyyə gəlib Xaçmazdan. Bundan nə eləmək olar sizcə? Nə hazırlayayım? Bunun hamısını yəqin ki, şəkərdən ölərik. Yəni, ən azından mən bu qədər şəkərli şeyi yeyə bilmərəm. Maksimum 3-4 dənə yeyərəm bir günə və salam. Nə hazırlamaq olar? Demək qızlar, hələ ki qış hazırlıqlarım bundan ibarətdir, həmd olsun. Döyməc, çələyə mürəbbəsi, vişnə mürəbbəsi, bunlar da çələyə mürəbbəsidir. 5 ədəddə bu şəkildə şey aldım. Bunu mən almadım, çünki mən yarpaq ala bilmirəm. 2 dəfə yarpaq aldım bu yay boyu təzə yarpaq. İkisində də məni aldatdılar, heç məmnun qalmadım. Amma bunu hazırlayan xanımdan bir dəfə, Allah razı olsun, 1000 dəfə əlləri qızıldı həqiqətən. Bir dəfə almışdım, razı qalmışdım. Təzə gəlib, bugün gəlib.
İnşallah bunlar da istəyirəm yuyum. Deyirəm birdən qapaqlarından keçər. Bilmirəm bu qapaqlarından keçər yoxsa yox. Bunların üstləri biraz təmiz deyil. Yəni bir sapsarı, şəffaf yarpaqlardır. O qədər bəyənirəm ki, bu xanımın əl işində. Allah razı olsun həqiqətən. Yəni qəpiyə bir bankasını 8 manata almışam. Yəni 10 manatı da olsa alıram da. Çox yəni necə deyim, ürəyimcədir bu şeydir. Kompotlarım. Hamısı vişnə kompotudur. Belə ağızlı banka yenə tapsam, yenə belə qəşəng təmizləyəcəm. Eləyəcəm. Bu dəfə alça və göyəm hazırlayacağım. Onları da bəyənərək içirik. Qış boyu maraqlı olacaq. İnşallah biz qışda uşaqlar dərsdən gəlib dərslərini hazırlayandan sonra eləyirik. Mən popcorn falan eləyirəm. Oturuq divanda maraqlı bir film açıb izləyirik. O qədər gözəl olur. O qədər özümü yaxşı hiss edirəm ki, onda bütöv ailə, hamısı isti evdə. Yəni şükür səbəbimdir də bu mənim. Belə. Hər vaxtınız xeyir olsun. Demək, yay başlasa da biz hələ də iş rejimindəyik. İstirahət rejiminə keçməmişik. Uşaqları futbola gətirdim. Özüm də gəldim bir kofe içim. Kofe şopa. Daha sonra burada da bekar dayanmayacağım. Oje spisklar çıxartmalıyam. Mənə nələr lazımdır. Yay alışveriş eləməmişik. İstər geyim olsun, istər tətil üçün olsun. Heç nə almamışıq. Nə uşaqlara, nə özümə. Onların listini çıxardacağım. Bir də uşaqların otağını dərindən yoxdurmalıyam. Dərin təmizləyəcəm. Nə lazımdır, nə artıqdır. Onları eləyəcəm, atacağım. Kafeden çıxdım, gəldim burada. Özümə evdə giyməyə şəbit almağa. Sadə bir şey istəyirəm, həm də rahat olsun. Bundan bir dənə qalıb 39 rəzmir. Bir də roz rəngi var. Baxacağım, bunlardan birini seçəcəm. Məşqdə oynayıb doymayıblar. Gəlib əmin nəvələrini də çağırıblar. Burada indi oynayacaqlar. Akşam yeməyim. İçinə limon sıxmayam. Yox. Qoy buramda vitamin C-dir. Yox. Petruşka bəz. Yox. İşığı söndürdü, qarışır ışıqların rəngi bir-birinə, heç nə görünmür. Mən səndən güclüyəm. Sətsal. Bu uzandı. Ay oğlum, o mən sənə güclüyəm də, mənə sənə güclü olmuş. Mən deyirəm, mənə güclüsən. Fərqsə də. Ay, yoxlayıram. Mən yenə nə olub sənə, ay məhə? Yenə ayağı qanatmışsan. At yavaş-yavaş gör. Amma asmalı. Ay, hələ biri sağalmayıb. Ay mən balam. Bunu ayağının dibini açsam, hamısı burada şeyalı. Deyən. Hələ buradakilara bax. Deyən bu birisi. Onu açmıram. Buradakilara baxıram. Bu hələ sağalmayıb. Bu sağalmayıb hələ. Getmirsən təzədənən qanlar eləmirsən, gəlmirsən. Sən dünya çempionatına getmirsən. Hər gün gedir dizini qanadır. Gah ayağını, gah qolunu. Yaxşı da. Nə yaxşıdır? Böyündə görərsən qaplarınızı yaxşı. Ay məhə. İndi mən sənə nə deyim? Getmirsən yenə özü şikəst eləyib gəlmirsən. Şikəst eləmə day özü. Qapıda zətdə durma.